Əziz izləyicilərim, son zamanlar mənə çox sayda həmişəki kimi müraciətlər olunur. Bəs sənin haqqında YouTube'da, Instagram'da ağızlarına gələni danışırlar. Sənin haqqında istehzalar gedir, şəxsi görkəmini müzakirə edirlər. Nə bilim, dırnaq arası ekstrasenslərin, belə deyək, tənqid yox, təhqir atəşinə tutulmuşam. Və mənə deyirlər ki, Zirəddin, niyə cavab vermirsən? Yəni, paylarını ver. Amma vallahi deyirəm, mənim səviyyəm deyil onlara cavab vermək. Mən özümə yaraşdırmaram ki, haranınsa itinə qurduna cavab verim. Mümkün deyil. Onlar mənim keçəlimi ağızlarına ala bilərlər. Nə olar? Allah hələni bir cürə yaradır. Amma nə qədər istəyirlər qoy eləsinlər. Problem yoxdur. Sadəcə olaraq bir şey demək istəyirəm ki, bir kişi başqa bir kişinin xarici görkəmini heç vaxt müzakirə eləməz. Çünki bu yalnız normal orientasiyası yerində olmayan bir adama məxsus olan bir xüsusiyyətdir. Kiminsə burnu böyük olar, kiminsə qulağı yekə olar, kiminsə nə bilim çənəsi uzun olar. Allah hər kəsi imanınla, ağlınla, savadınla, dünya görüşündən, yaxşılığınla tanıyır. Amma mənim keçəlimi nöqsan bilən, mənim keçəlimi ağzına alan insanlarla mən uğraşası deyiləm. Əgər bugün mən öndə olmasaydım, əgər bugün mən qabaqda olmasaydım, heç kəs mənim arxamca danışmazdı. Çünki mən heç kimin arxasınca danışmıram. Mən hara, onlar hara. Mən heç vaxt, vallahi deyirəm, yuxarıdan düşüb aşağıya kiməsə cavab verib, bir də təzləndən yenidən o boyda məsafəni qət edib yuxarı qalxası deyiləm. Mən elə olduğum yerdəyəm. Nə qədər istəyirsiniz danışın. Elə danışa-danışa YouTube'larda, Instagram'da qocalacaqsınız.